indi dərsimiz kütləvi reaksiyanın sürətlə təsir edən amillərdir. Biz dedik ki, kütləvi reaksiyanın hərəsi müəyyən sürətlə gedir. Biz reaksiyanın sürətini artıra da bilərik, azalda da bilərik. Yəni, xaricdən təsir eləməklə biz reaksiyanın sürətini tənzimləyə bilərik. İndi biz hansı təsirlər vasitəsilə bu sürəti tənzimləyə bilərik? Bir onları yazacaq inşallah. Birinci, kimyəvi reaksiyanın sürəti maddənin təbiətindən asılıdır. Təbiəti. Bu nə deməkdir? Məsələn üçün, tutaq ki, 2 dənə reaksiya gedir. Yazaq tutaq ki, kalsium klorid turşuna reaksiyasını yazıram, bir də dəmir klorid turşuna reaksiyasını yazıram. Bizə sual verilsə ki, hansı reaksiya daha sürətli gedir? Hansı maddə təbiətinə görə daha aktivdirsə, o reaksiya daha sürətli gedəcək. Məsələn, dəmir kalsium aktiv metaldır, dəmir orta qüvvətli metaldır. Deməli, birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən daha böyük olacaq. Bu maddənin təbiətidir. İkinci uşaqlar, reaksiya gedən qabın həcmi. Qısa yazıram, reaksiya gedən qabın həcmi. Və ya başlanmışda dedik ki, reaksiyanın sürəti aktivləşmə irsi nə qədər kiçiksə, reaksiya o qədər sürətli olur. Aktiv komplekslərin və aktiv toqquşmaların sayı nə qədər çoxsa, reaksiya o qədər sürətli olur. Eyni reaksiya aparan, biri balaca qabda aparan ölçü, biri böyük qabda aparan. Şolar, kiçik qabda yer az olduğuna görə bu aktiv komplekslər daha çox bir-birinə toqquşur. Aktiv toqquşmaların sayı çox olduqca reaksiya daha sürətli gedir. Deməli, qabın həcmi ilə, qabın həcmi ilə sürət tərs mütənasibdir. Üçüncü gəlirik, bərk maddənin səthinin sahəsi. Biz dedik, homogen mühitdə reaksiya qabın bütün həcmində gedir. Amma heterogen mühitdə fazaların səthində baş verir. Səthinin sahəsi ilə birinci onu yazaq, sürətlə səthin sahəsi düz mütənasibdir. Yəni, bir maddəni nə qədər çox bərk maddəni xırdalasaq, reaksiya o qədər sürətli gedir. Tutaq ki, mən sink metalını reaksiya daxil eləyirəm. Bir bunları 4 hissəyə bölüb reaksiya salıram, tutaq ki, sinki 4 parçaya bölürəm. Bir də bunu sinki toz halına gətirirəm. Əlbəttə, nə qədər çox xırdalasaq, reaksiya o qədər sürətli gedir. Niyə? Təsəvvür edin ki, bax, bu bir bərk maddədir. Mən bunun səthində reaksiya aparmaq istəyirəm. Bunu 2 yerə böləndə və ortada yeni səth yaradır. Reaksiyanın getdiyi yer çoxalır. Ona görə də reaksiyanın sürəti artır. Dördüncü gəlirik uşaqlar, temperaturun sürətə təsiri. Yadınızda saxlayın, temperaturla sürət düz mütənasibdir. Niyə? Bir maddənin reaksiyada temperaturu artırsa, bunların hərəkət hissi, aktiv komplekslərin, aktiv hissəciklərin hərəkət sürəti artır. Nə qədər çox hərəkət edirlərsə, o qədər aktiv toqquşmaların sayı çox olur və reaksiya sürətlənir. Temperaturun sürətə təsiri Van Hoff qanunu ilə müəyyən olunur. Van Hoff qanununda deyilir ki, temperaturu hər 10 dərəcə Selsi artırdıqda reaksiyanın sürəti 2-4 dəfə artır. Və bu belə bir ifadə ilə müəyyən olunur. VT2 bərabərdir VT1 vur. Bax, buna deyirik qamma uşaqlar. Qamma temperatur əmsalıdır. Əmsal üstündə T2 çıx T1 bölünmüş 10. VT2 nədir? T2 anında sürət, VT1 T1 anında sürət. Qamma temperatur əmsalıdır, 2, 3 və 4 qiymətlər alır. Qammanın üstündə T2 çıx T1 var. Bu T uşaqlar temperaturdur, bax, onu yadımıza salır. Başqa cür necə yaza bilərik? Neçə dəfə desə, VT2 böl VT1 bərabərdir qamma, yenə üstündə T2 çıx T1, T1 bölünmüş 10. Deməli, bunlardan istifadə eləməklə çoxlu məsələlər həlləri ola bilər. Tutaq ki, məsəl üçün, deyir ki, temperatur əmsalı qamması 3 olan reaksiyanın temperaturunu tutaq ki, deyir ki, 60 dərəcədən 30 dərəcəyə yendirdikdə sürət necə dəyişir? Baxın, orada qammanın yerinə 3 yazırıq. 60 dərəcə T2-dir, böyük temperatur həmişə T2 olur, kiçik isə T1 olur. Bax, 60-dan 30-u çıxırıq, bölürük 10-a. O da eləyir, VT2 böl VT1 də elədir. Bərabərdir. 3 üstü 60-dan 30-u çıxırıq. 30, ona böləndə 3. 3 üstü 3 neçə eləyir? Deməli, sürət 27. Sürət 27 dəfə artır. Bu olur Van Hoff'un qaydası. Uşaqlar, bir də bilirik ki, sürət fizikadan da keçirsiniz. Zamanla tərs mütənasibdir. Yəni, əgər bir reaksiya sürətli gedirsə, deməli, qısa zamanda baş verir. Ona görə belə yazıram, bax, V2 böl V1 sürət bərabərdir. Tau 1 bölünmüş Tau 2-yə. Bax, sürət zaman əlaqəsi budur. Biz də gördük ki, V2 böl V1-i biz necə yazdıq? Bərabərdir, qamma T2 çıx T1 böl 10. Biz buraya yerləşdirsək, baxın, Tau 1 böl Tau 2 bərabərdir. Bunun yerinə yazıram, qamma T2 çıx T1 bölünmüş 10. Yenə deyirəm, bu Tau zamandır, vahidi saniyə dəqiqədir. Bu T isə temperaturu göstərir. Yəni, bunları qarışdıra bilmərik. Sonra gəlir 5-ci amil, qatılığın sürətə təsiri. Qatılıq C hərfindən işarə olunur. Qatılıqla sürət düz mütənasibdir uşaqlar.
Niyə? Necə? Zaman keçdikcə, məsələn, zamanla qatılıq əlaqəsi versə, zaman keçdikcə reaksiya girən maddələrin qatılığı azalır. O test testlərdə verir da. Zamanla qatılıq, başlanğıc maddələrə görə zaman keçir, qatılıq azalır, tərsdir. Reaksiya məhsullarının qatılığının zamandan asılılığı isə düz mütənasibdir. İndi desək ki, reaksiya girən maddələrin qatılığının sürətlə əlaqəsi deyəndə zaman keçdikcə qatılıq azalır, sürət artır. Yəni, qısacası, qatılığın sürətə təsiri, kütlələrin təsiri qanunu ilə müəyyən olur. Kütlələrin təsiri qanunu ancaq qaz mühitinə, homogen mühitdə qazla qaz və məhlulda gedən reaksiyalara aiddir. Bərk maddələrin qatılığı olmadığına görə, bərk maddələrin qatılığının sürətə təsirindən danışa bilmərik. Sürət necə yazılır? Məsələn, hər hansı bir reaksiya yazıram. Azotla hidrogen reaksiyaya gedir, amonyak əmələ gəlir. Deyir ki, bu reaksiyada qatılığı 2 dəfə artırsam və ya bilər 2 dəfə azaltsam sürət necə dəyişir? Biz ona görə birinci kütlələrin təsiri qanununa görə sürət tənliyi yazmalıyıq. Kütlələrin təsiri qanununda deyilir ki, reaksiyanın sürəti reaksiya girən maddələrin qatılıqlarının hasili ilə düz mütənasibdir. Baxın, reaksiyanın sürəti yazıram. V bərabərdir. Hər hansı bir nümunə üstünü göstərəksə, o reaksiyanı yazarıq. Baxın, tutaq ki, belə bir reaksiya verir. Bunun sürət düsturunu mən yazanda yazıram. V bərabərdir K. Reaksiya girən maddələrin qatılığı var. CA vur. Qatılıq C hərfinə işarə olur. CB və əmsallar isə qüvvətə çıxır. Üzərinə çıxır. Qazlarda və bərklərdə. Bir də deyirəm, bərk maddəni nəzərə almayacağıq. Əgər mən bunun əmsalına bir 3 yazsam, A-nın üstündə 3 yazacağıq. Qatılığı bəzən belə də yaza bilərik. Baxın, belə böyük möhtərizə ilə var. A vur B kvadratdır. Yəni, belə də yaza bilərik. Qatılığı belə də yaza bilərik. Buradakı K-ya deyilir sürət sabiti. Və necə yadınızda saxlayın? Sürətlə əlaqəlidir. Çünki biz ikinci K-da tarazlıqda keçəcəyik. Bu sürət sabitidir. Maddənin təbiətindən, temperaturdan və katalizatordan asılıdır. Keçir bura. İndi biz buna deyirik sürət düsturu və ya kinetik tənqid. Bu reaksiya üçün onu tətbiq eləsək yazacağıq. V bərabərdir K. C hidrogenin, bax, indeksdən işim yoxdur. Əmsalında 3 var. Kubu vur. C azotun əmsalında heç nə yoxdur da belə də yazır. İndi sual verilsə ki bizə, reaksiya girən maddələrin qatılığını 2 dəfə artıranda sürət necə dəyişir? Qatılığın yerinə 2 yazıram. 2-nin kubu vur 2. 2-nin kubu edir 8, 8-i 2-yə vuranda 16. Deməli, mən reaksiya girən maddələrin qatılığını artıranda sürət 16 dəfə artır. Uşaqlar, qatılıqla təzyiq düz mütənasibdir. Fizikadan keçirsiniz. Maddənin qatılığını artıranda qazların, onların təzyiqi də artır. Deməli, biz kinetik tənlikdə əgər təzyiq bizə versə, təzyiqlə də sürət düz mütənasibdir. Qatılıqla sürət, təzyiqlə sürət düz mütənasibdir. Bunu belə də yaza bilərik. Bax, V bərabərdir K, qazdırsa. P, bərk maddənin təzyiqi olmadı da bilirik. P, hidrogen, P, azotun kubu. Baxın, təzyiq deyəndə eyni yerə P-ni yaza bilərsiniz qazlarda. Deməli, təzyiqlə də sürət. Uşaqlar, bir də var, qazların həcmi. Qazların həcmi ilə yadınızda saxlayın. Qazların həcmi ilə qatılıq və təzyiq tərs mütənasibdir. Yəni, qazı biz həcmini artırsaq, onun qatılığını və təzyiqini azaltmış oluruq. Əgər bizə desək ki, bax, eyni reaksiyada var burada, təzyiqi dedik ki, təzyiqi 2 dəfə artıranda reaksiya necə dəfə artır? Qabın həcmini deyirik. Qabın həcmini, məsəl üçün, burada desək ki, 2 dəfə artırsam, bu reaksiyanın sürəti necə dəyişir? Qabın həcmini 2 dəfə artırmaq, qatılığı və ya təzyiqi 2 dəfə azaltmaq deməkdir. Deməli, eyni şeyi yazılır. V bərabərdir, o reaksiya üçün nümunə yazmışıq. İstənilən reaksiya üçün, homogen reaksiya üçün götürə bilərsiniz. Məsələn, deyirəm ki, reaksiya girən qazların həcmini, baxın, həcmini 2 dəfə azaltsaq, sürət necə dəyişər? Onda, bax, burada qatılıqla axı sürət tərs mütənasibdir. Həcmi 2 dəfə azaltmaq, qatılığı 2 dəfə artırmaq deməkdir. Deməli, belə yazırsınız, yəni K, deməli, həcmi 2 dəfə azaltdı, deməli, qatılığı 2 dəfə artırdı. Deməli, yazırıq, 2 vur, 2-nin kubu. Əgər bizə desəydik ki, həcmini 2 dəfə artırsaq, qatılığı 2 dəfə azaltmış olacaqdır. Burada yazacaqdır 2-də vur, 2-də 1-in kubu. Bax, orada diqqətli olun. Qazların həcmi ilə qatılıq və təzyiq tərs mütənasibdir. Qazın həcmini məsələn 2 dəfə artırmaq, qatılığı 2 dəfə azaltmaq deməkdir. Ora fikir verin. Sonra yeni keçirik katalizator. Katalizator nədir uşaqlar? Katalizatorlar elə bir maddələrdir ki, onlar reaksiyalar daxil edir, həcmini artırır, lakin özləri sərf olunmur. Yəni gedir elə bir mühiti aktivləşdirib, aktivləşmə enerjisini azaldaraq reaksiyanın sürətini artırır.
Yaxşı, katalizatorla necə təsir edir? Tutaq ki, A ilə B arasında bir dənə reaksiya varmışam, alıb A, B. Mən katalizator tökürəm, reaksiyanı sürətləndirirəm. Katalizator əlavə elədim. Bu zaman katalizator gedir, reaksiya girən maddələrin biri ilə birləşir və AK əmələ gətirir. Buna deyirik aralıq məhsul. Yəni, nə reaksiyanın əvvəlində var, nə sonrasında var. Bu reaksiya müddətində yaranır və sonra məhv olur. Təzədən AK əmələ gələn aralıq məhsul digər başlanğıc maddə ilə reaksiyaya gedir. Baxın, AB alındı, katalizator burada çıxdı. Katalizator reaksiyaya girdi və çıxdı. Baxın, biz dedik ki, reaksiyada bir maddə reaksiya gedir və başqa maddəyə çevrilir. Katalizator isə necə var, elə də reaksiyadan çıxır. Katalizator uşaqlar, həm əgər reaksiya girən maddənin aqreqat hallarına eynidirsə, buna deyirik homogen kataliz. Fərqlidirsə, heterogen katalizdir. Məsələn üçün, tutaq ki, biz reaksiya yazırıq, SO2-nin oksigenlə olan reaksiyası. Baxın, SO2 əmələ gəlir. Burada reaksiya girən maddələr qazdır, V2O5 bərkdir. Deməli, bu necə katalizdir? Heterogen katalizdir. Katalizator iştirakına girən reaksiyalar isə katalitik reaksiyalar deyilir. Uşaqlar, elə reaksiyalar var ki, katalizator reaksiya ərzində yaranır. Buna deyilir avtokatalitik reaksiyalar. Orada fikir vermək lazımdır.